Salamlar, sizləri İnnovativ Təhsil Mərkəzindən xoş gördük. Mən Anar Hasanov. Bugün blok imtahanlarına hazırlaşan birinci qrup şagirdləri və riyaziyyat həvəskarları üçün belə bir həndəsə sualının isbatını verməyə gəlmişəm. Sualda deyilir ki, trapesiyanın diagonalları perpendikulyar olanda orta xəttin bu düstura bərabər olduğunu isbat edin. Deməli, mən bununla bərabər sizlərə trapesiyanın digər növlərində, yəni düzbucaqlı trapesiyada və yaxud da bərabəryanlı trapesiyada diagonallar perpendikulyar olanda hansı halın, hansı düsturun olduğunu bir-bir inşallah izah edəcəyik və isbat edəcəyik. Deməli, şəkili çəkmişəm. Trapesiyanın diagonalları perpendikulyar olduğunda ən çox istifadə olunan qaydanı sizlər üçün deyirəm. BC parçasını AD parçasının üzərinə qoyuruq və yaxud da ki, burada bir parallelogram qururuq. Çünki o paralellikdən mən istifadə edəcəm. Baxın, fikir verin, bura bir Y desəm, bizdə YB paraleldir AC diagonalı olur. Yəni bir parallelogram qururuq. Baxın, bu hissə bizdə parallelogram olur. Bunda parallelogramda Z qaydasına görə, baxın, bu 90 dərəcə gəlir. Baxın, burada da 90 dərəcə əmələ gətirir. Yəni daxili çarpaz uzaqlar. Və burada parallelogram qurduğumuza görə bu YA da B olur. Və AC diagonalı ilə YB elə yenə də diagonal olur paralelograma görə. Ona görə biz bura bir D1 desək. Bax, indi fikir verin bu üçbucağa. Yəni üçbucağımız orada bizim məntəzədən sizcə çəkirəm. Belə bir üçbucağımız alınır. B, Y və D üçbucağı. Və bu üçbucağın çox gözəl bir növü olur. Fikir verin, bura D2'dir, bura D1'dir və bu B bucağı 90 dərəcədir. Aşağıda B plus A'dır. Onda təbii ki, burada siz nə yazacaqsınız? Pifagor teoremini yazacaqsınız. Və Pifagor teoreminə görə olacaq D1'in kvadratı, üstə gəl D2'nin kvadratı bərabərdir A plus B'nin kvadratına. İndi A plus B'də nə idi? Yarısı orta xəttidir. Onda aparırıq, qoyuruq orada. Deməli, orta xətt üçün nə alırıq? Kök altında D1 kvadrat, üstə gəl D2 kvadrat, bölünsün 2 alırıq. Və burada çox maraqlı bir fakt alınır. O fakt nədir? Sizlər üçün deyim. Baxın, buradakı sahə ilə, çünki baxın o B tərəfinə bitişikdir. Buradakı sahə eynidir. Üçbucaqların sahəsi, yəni YAB üçbucağının sahəsi eynidir. Ona görə biz sanki bu hissəni kəsib, gətirib buraya yapışdırmışıq və bu üçbucağı almışıq. Deməli, trapesiyanın sahəsi bu YBD üçbucağının sahəsi ilə eyni olur. Və bu üçbucağı da düzbucaqlı üçbucaq olduğuna görə onun sahəsi necə tapılır? Katetlər hasilinin yarısı ilə. Deməli, ümumi bu fiqur üçün, yəni diagonalları perpendikulyar olan trapesiya üçün sahə elə bu düsturdan tapılır. Əslində bu düsturu biz bu şəkilsiz də deyə bilərdik. İxtiyari dördbucağının sahəsi diagonallar hasili burusun onlar arasındakı bucağın sinusu bölünsün 2 ilə də tapılırdı. Yəni oradan da bunu təyin edə bilərik. Belə, deməli biz nə aldıq? Biz aldıq ki, əgər bir trapesiyanın diagonalları perpendikulyar olduqda, onda baxın, belə bir Pifagor teoremi olsun, ödənir. Elə ən çox da orada orta xətti soruşan suallar olur. İndi gəlin bu trapesiyanı biz götürək, düzbucaqlı trapesiya və eyni analogiyanı demək olar ki, bunun içində edək. Düzbucaqlı trapesiyanı çəkək və diagonallarımızı da çəkək və onların bir-birinə perpendikulyar olduğunu biz burada qeyd edək. Yenə də mən burada qıraqlı bir parallelogram quracağım. Fikir verin. Yəni, bu rənglə götürün. Baxın, burada bir parallelogram qururam. Bu bayaqçından fərqi burada nə olur? Deməli, yenə də bu 90 dərəcə gəlir bura. Və bura biz G desək, üst oturacaq A idi, burada A'dır və burada B idi. Axı, bu trapesiya düzbucaqlı olanda BA ilə trapesiyanın hündürlüyü deyilir. Onda fikir verin, bura 90 dərəcədir və bu üçbucaq növü nədir? Düzbucaqlı üçbucaq. Və bu düzbucaqlı üçbucaqda, axı trapesiya düzbucaqlı trapesiya, bu bucaq neçə dərəcə idi? 90, onda burada 90'dır. Onda BA orada olur düzbucaqlı üçbucağın hipotenüzünə çəkilmiş hündürlük. Onda düzbucaqlı üçbucaqda hipotenüzünü biri çəkəndə hansı qaydalar olurdu? Proyeksiya. Baxın, bu da düzbucaqlı trapesiyanın diagonalları perpendikulyar olanda alınan qaydadır. Və bunun üçün də təbii ki, bayaqki da yenə də həmin o iki düstur ödənir. Yəni, hansı düstur? Fikir verin. Həm bu ödənir, həm də sahə ödənir. Yadınızda saxlayaq. Deməli, siz yəqin ki, topluluqda bu suallar yazıya düşəcək. Buna aid suallar vardır. İndi, gəlin, bərabəryanlı trapesiyada da bu qaydanı ispat edək.
Yəni buna aid olan qaydanı isbat edək. O qayda necə olacaq? Yenə də deyəcək bərabər yanlı trapesiyanın diagonalları perpendikulyardır. Yəni bu da bərabər yanlıdır. Onda biz bilirik ki, bərabər yanlı trapesiyanın diagonalları perpendikulyardırsa, bərabər yanlı trapesiyanda diagonalları bərabər olduğuna görə, burada bir O nöqtəsi desək, onda AO ilə OD eyni olur. Çünki diagonalın alt oturacağından əməliyyat etdiyi bucaqlar eyni idi. Onda bax, bu üçbucağımız necə üçbucaq olur? Bərabər yanlı düzbucaqlı üçbucaq. Çünki təpə bucağı 90-dır. Deməli, buralara 45 dərəcə və 45 dərəcə qalır. Onda elə eynən də çarpazlıqdan da buralar da 45-45 olur. Yəni, bu iki üçbucaq necə üçbucaq olur? Bərabər yanlı, düzbucaqlı, üçbucaq. Onda mən götürürəm, bunların hündürlüyünü çəkirəm. Baxın. Onda baxın, bunun aşağı hissəsi, bura bir Y desək, deməli, A, O, D bir bərabər yanlı düzbucaqlı üçbucaqdır və OY onun hipotenuzuna çəkilmiş hündürlüydür. O həm təbii ki, median, həm də təmbiran olurdu. Yəni, baxın, fikir verin. Məsələn, bura A idisə, A deməyək, B deyək. B idisə tutub alt oturacaq. Bura B bölü 2, B bölü 2 idi. Ona görə də bura nə olurdu? B bölü 2. Və yaxud ki, bir digər qayda, bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuzuna çəkilmiş hündürlüyü median təmbiran hipotenuzun yarısıdır. Onda burada A desək, burada nə olur? A bölünsün 2 olur. Onda ümumi hündürlüyümüz nəyə bərabər olur? A plus B bölünsün 2-yə. Yəni, bunda da alınan qayda bu olur ki, bərabər yanlı trapesiyanın əgər diagonalları perpendikulyar olsa, onda elə onun hündürlüyü orta xəttə bərabər olur. Bunu bu yolla da ispat edə bilərdik, müəllimlər və şagirdlər. Deməli, bərabər yanlı trapesiyanın axı bizdə ən çox istifadə olunan bir qaydası var, gözəl bir qaydası var. Körbucaq təpəsindən oturacağa hündürlük çəkəndə, böyük oturacağa, onda bunları da adlandıraq. Yəqin ki, hər kəs bunu tez görəcək. Onda burada bizdə nə olurdu? Bura B çıx A bölünsün 2 olurdu. Bəs bura nə olurdu? B plus A bölünsün 2. İndi mən diagonalı bu şəkili bu formada çəkəndən sonra çəkirəm. Baxın, bu da diagonaldır. Və diagonal da burada görürsünüz neçə dərəcə əməliyyat edirdi? 45. Deməli, bura olur 45. Onda bu necə üçbucaq olur? Baxın, bu üçbucağımız. Burada 45 yazaq. Hansı üçbucağımız? BHD üçbucağımız. O da yenə olur bərabər yanlı düzbucaqlı üçbucaq. Yəni, burada hündürlüydür. Onda baxın, fikir verin. Bu BH bir kat etdi. H da bir kat etdi. O 45-45'e görə nə olur? Bir-birinə bərabər olur. Yəni, kat etər bir-birinə bərabər olur. Ona görə də H yenidən nəyə bərabər olur? A plus B bölünsün 2'ye. Belə. Deməli, həm birinci bloka hazırlaşan şagirdlər, bunlar həm siz üçün bir ispat sualı kimi düşə bilər, həm də elə ümumi bloka hazırlaşan şagirdlər və elə MİQ və sertifikat hazırlaşan müəllimlər, bunlar bir sual tipi kimi də düşər, ədədlərlə verirlər və sizdən testin cavabını tapmağı tələb edərlər. Belə, növbəti sual izahlarında görüşərik, hər birinizə uğurlar.